Qarabağ zəfərinin davamı olaraq 2023-cü il sentyabrın 19-20-sində Azərbaycan ordusunun apardığı bir günlük lokal xarakterli antiterror tədbirləri nəticəsində ölkəmiz həm ərazi bütövlüyünü, həm də suverenliyini tam bərpa etdi. Bu suverenliyi bizə bəxş edən qəhrəman hərbiçilərimizdən biri də polkovnik leytenant Rüstəmov Vüsal Rüstəmovludur. Rüstəmov Vüsal Rüstəmovlu 1984-cü ilin may ayının 11-də Xaçmaz şəhərində anadan olub. Xaçmaz şəhəri 3 saylı orta məktəbdə təhsil aldıqdan sonra Heydər Əliyev adına Ali Hərbi Məktəbə daxil olub. Ali təhsil ocağını böyük müvəffəqiyyətlə bitirən Vüsal Rüstəmov, Ali Hərbi Məktəbdə yiyələndiyi hərb sənətinin sirlərini əyani tətbiq etmək üçün zabit kimi işə başlayır. Torpaqlarımızın 30 illik işğalı ilə barışmayan Vüsal Rüstəmov 2016-cı ildə keçirilən aprel döyüşlərində xüsusi qəhrəmanlıq göstərir. Daha sonra 44 günlük 2-ci Qarabağ müharibəsinə qatılan Vüsal Rüstəmov, Füzulinin, Cəbrayılın, Xocavəndin alınması uğrunda gedən döyüşlərdə yüksək qəhrəmanlıq göstərir. Onun bu şücaətinə görə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən Füzulinin, Cəbrayılın və Xocavəndin azad olunmasına görə medalları ilə təltif edilir. Polkovnik leytenant Vüsal Rüstəmov Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpası uğrunda 2023-cü il 19 sentyabrda başlayan antiterror tədbirlərində iştirak edir. Döyüş əməliyyatlarında qarşıya qoyulan tapşırıqları xüsusi peşəkarlıqla yerinə yetirən Vüsal Rüstəmov sentyabrın 19-da qəhrəmancasına şəhid olur. Polkovnik leytenant Vüsal Rüstəmov Xaçmaz Qobuqırağı kənd qəbirstanlığında böyük izdihamla dəfn edilir. Ailəli idi, 2 övladı var. Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin sərəncamına əsasən ölümündən sonra Vətən uğrunda medalı və 3-cü dərəcəli Vətənə xidmət ordeni ilə təltif edilmişdir.